Salam əziz altıncılar. Tanrının döyüşçüləri mövzusunun, yəni bu bölmənin ikinci hissəsini sizə izah edəcəm bu videoda. Videoya diqqətlə qulaq asın. Çünki bu videoda mən sizə izah etdikcə artıq sizin beyninizdə bir lampa yanmalıdır ki, bu mövzunu mən Azərbaycan tarixində görmüşdüm. Bu tayfalar haqqında ümumi tarixdə filan mövzuda söhbət gedirdi. Bax, əgər belə olursa, demək siz əvvəlki dərslərdə yaxşı öyrənmisiniz. Diqqətlə qulaq asın ki, hamısına inteqrasiya eləyə biləsiniz. Demək, İskitlər. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Mərkəzi Asiyada quraqlığın başlaması ilə İskitlərin Qara dənizin şimal hissəsinə köçü başladı. Mütləq xəritədə yerini öyrənməlisiniz. Hətta Qara dənizin şimalında Krım yarımadası var. Yarımada nəyə deyirdilər? Üç tərəfində su olan əraziyə. Demək, Qara dənizin şimalında gəldilər. Bəs onlar bura gələndə Qara dənizin şimalında hansı tayfalar yaşayırdılar? 8-ci əsrdə Kimmerlər yaşayırdılar. Burada türk mənşəli Kimmerlərlə toqquşdular. Kimmerləri təqib edib Dərbənd, baxın, Kimmerlərin orada dediyim arxasıca, yəni onları təqib eləyəndən sonra Dərbənd keçidinə gəldilər. Dərbənd keçidini keçib Azərbaycana daxil oldular. Yəni, eramızdan əvvəl 7-ci əsrdə Kimmerlərin, İskitlərin Azərbaycana köçü başladı. 7-ci yüzilin əvvəllərində İskitlər Kimmerləri Manna ərazisinə sıxışdırdılar. Axın Azərbaycana köç edən İskitlər burada dövlət qurub Aşur və Urartunu təhdid edirdilər. Yəni, ön Asiyada artıq ki, qüdrətli dövlət İskitlərin gəlişindən sonra aciz duruma düşmüşdü. Qüvvələr nisbəti dəyişdi. Aşurun yeri burada var, Urartunu da mən yazım. Demək, bu tayfalar gələndən sonra Aşurla Urartunun qüdrəti artıq əvvəlki kimi deyildilər. Onlar Azərbaycana gələndən sonra Mannadan şimalda, baxın, təxmini bu ərazilərdə İskit şahlığını qurdular. İskitlərin gəlişindən sonra Aşura tabe olan xalqlarda ümid yarandı. Mannada da ümid yaranmışdı, Midiyada da yaranmışdı. Hətta hansı Manna hökmdarı idi? Ahşeri. Ahşeri bu tayfalara arxalanıb hansı Aşur hökmdarına xərac verməkdən imtina etmişdi, ittifaqı pozmuşdu? Aşurbanipala. Amma sonra bu tayfalar Aşurun tərəfinə keçdi. Burada da rolu olmuşdu Aşurbanipalın. Çünki o çox ağıllı hökmdar idi, uzaq görən idi. Bilirsiniz ki, tarixdə ilk kitabxananı da Aşurbanipal yaradıb. Aşurbanipal diplomatik yolla İskitləri əksinə öz tərəfinə çəkdi və İskitlərin Midiyadakı ağalığını tanıdı. Mən xatırlayıram. Eramızdan əvvəl 672-ci ildə Kaştariti Aşur ağalığına son qoymuşdu. Bəli. Amma Midiyada daha sonra kimlərin ağalığı başladı? İskitlərin. İskitlərin burada 28 il ağalığı olmuşdu. İskitlər Şərqi Anadoluda da möhkəmlənmişdilər. Buradan o dövrdə Misrə tabe olan Suriyaya da hücum etmişdilər. Misir hökmdarı İskitlərin qarşısına çoxlu hədiyyələr və armağanlarla çıxmış, onların bu yolla irəliləməsinin qarşısını ala bilmişdi. İskitlərin bir qismi geri dönsə də, bəziləri orada Fələstində yaşamağa qərar verdilər. Aşur mixiyazlarında bu döyüşkən xalq, yəni İskitlər, Aşquzay, İç Oğuz, Herodotun tarixi əsərində isə Skif və yaxud İskit adlandırılır. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Midiya ilə mübarizədə isə məğlub oldular. Yenə xatırlayıram, hansı Midiya hökmdarı idi, ordunu düzəltdi, ölkəni gücləndirdi? Kiaksar. Kiaksar ilk öncə öz ölkəsindən İskitləri qovmuşdu. Daha sonra isə Azərbaycan tarixindən də bilirsiniz ki, eramızdan əvvəl 590, yəni 6-cı əsrin əvvəllərində Kiaksar Mannaya da, İskit padşahlığına da, Urartuya da son qoymuşdu. Yəni İskitlər daha sonra Midiya ilə mübarizədə məğlub oldular. Halbuki onları 28 il idarə etmişdilər.
İskit padşahlığı süqut etdi. Buna baxmayaraq İskitlər Ön Asiya xalqlarının hərb sənətinə, məişətinə ciddi şəkildə təsir göstərə bildilər. İskitlərin hərb və idarə etmə ənənələri özlərindən sonra yaranan dövlətlər üçün nümunə oldu. Avropada İskit dövləti. Baxın, Avropada İskit dövləti. Yəni biz artıq Asiyadakı İskit dövlətindən danışdıq. Hansı ki, eramızdan əvvəl 7-ci əsrdə yaranmış, 590-cı ildə, yəni 6-cı əsrin əvvəllərində süqut etmişdi. Qayıdaq Avropa İskit dövlətinə. Qara dənizin şimalında hələ eramızdan əvvəl 7-ci yüzillikdən mövcud olan İskit dövləti öz varlığını 3-cü əsrə qədər qoruyub saxlamışdı. Yəni Avropadakı İskit dövləti isə 7-ci əsrdə yaransa da eramızın 3-cü əsrinə qədər mövcud olmuşdu. Bir daha xəritəyə qayıdaq. Baxın, bayaq dedik İskitlərin bir hissəsi gəldilər Mannın ətrafına, burada şahlıq qurmuşdular. Bir hissəsi isə elə Avropada özlərinə dövlət qurmuşdular. Elə eramızdan əvvəl 7-ci əsrdə. Biz buna Avropa İskit dövləti deyirik. Eramızdan əvvəl 6-cı yüzilin sonlarında Əhəməni hökmdarı 1-ci Dara İskitlər üzərinə yürüş etdi. Sayca üstün Əhəməni ordusuna qarşı İskitlər yandırılmış torpaq taktikasını əl atdılar. Düşmən qüvvələrinin keçəcəyi yerlərdə içməli su mənbələri torpaqla dolduruldu. Ot ələf yandırıldı. Məqsəd düşməni böyük çölün içərilərinə doğru çəkib zəiflətmək və həlledici zərbə ilə onu məhv etmək idi. İskitlərin əsl niyyətini başa düşən 1-ci Dara bu tələni vaxtında anlayıb geri çəkildi. Hadisələrin sonraki gedişatı İskit hökmdarının haqlı olduğunu göstərdi. 1-ci Dara sürətlə geri çəkilərək ordusunu labüd fəlakətdən xilas edə bildi. Burada isə maraqlı bir mənbə var. İskit hökmdarı ilə 1-ci Daranın maraqlı məktublaşması. Gəlin bunu sizə oxuyum. 1-ci Dara elçi vasitəsilə xəbər göndərir. Ey qəribə adam, edə biləcəyin 2 şey var. Əgər özünü mənə qarşı dura biləcək qədər güclü sanırsansa, qaçmağı burax və mənimlə döyüş. Yox, əgər özünü daha zəif hesab edirsənsə, yenə qaçmaqdan vaz keç və ağana xərac olaraq torpaq ver, su gətir, hüzuruna çıx. İskit hökmdarı İdanfir isə belə cavab göndərir. Ey Fars, məni kimsə nə qorxuda, nə önündən qaçmağa məcbur edə bilər. Səndən də qaçmıram. İndiyədək gördüyüm iş sülh dövrlərində hər gün gördüyüm adi işdir. Yəni burada İskit hökmdarı deyir ki, mən onsuz da hər gün döyüşürəm. Bu orada hərb sənətinin nə qədər yaygın olduğunu göstərir. Nə üçün səninlə döyüşə girməyə tələsmədiyimin səbəbini də açıqlayım. Bizim nə şəhərlərimiz, nə bağlarımız yoxdur ki, əlimizdən çıxmasın və ya yandırılıb dağıdılmasın deyə qorxub dərhal savaşa girək. Bu məktubun bu hissəsində də görünür ki, onlar köçəri xalqdılar və onların sarayları, qalaları yoxdur. Amma siz doğrudan da savaşmaq istəyirsinizsə, bizim babalarımızın məzarları var. Onları tapın, onları dağıtmağa cəhd edin. O zaman görərsiniz ki, məzarlarımız üçün necə döyüşürük. Torpaq və su əvəzinə mən sənə layiq olduğun hədiyyələri göndərəcəm. Özünü mənim hökmdarım adlandırdığına görə isə mən səndən hələ haqq hesab edəcəm. Sonra İdanfir Daraya hədiyyə olaraq quş, siçan, qurbağa və 5 ox göndərir. 1-ci Daranın əyanlarından biri bu hədiyyələrin mənasını belə şərh edir. Əgər siz farslar, quş təkkəyə uçmasaz, siçan kimi torpaqda gizlənməsəz, yaxud qurbağa kimi gölməçələrə doluşmasaz, onda geri qayıtmayacaqsınız və bu oxların zərbələri ilə məhv olacaqsınız. Maraqlı məktub idi. İskitlər Makedoniya dövləti ilə də mübarizə aparmışdılar. Amma burada hansı İskitlərdən söhbət gedir? Təbii ki, Avropa İskitlərindən. Bir daha deyirəm, Avropa İskit dövləti Avropada 7-ci əsrdə yaranıb, 3-cü əsrə qədər mövcud olub. Yəni, Asiya İskit dövləti eramızdan əvvəl 590-cı ildə süqut edibsə, 4-cü əsrdə o yaşaya bilməzdi. Yəni, 339-cu ildə
Makedoniya çarı 2-ci Filiplə toqquşan Avropada yaşayan İskitlər idi. Makedoniya çarı 2-ci Filip İskit hökmdarı Ate ilə döyüşdə qalib gəlmişdi. Lakin bundan 8 il sonra İskitlər Makedoniyalıları darmadağın etmiş, qərbdə yerləşən torpaqlarını geri ala bilmişdilər. Don çayından Dunay çayına qədərki əraziləri əhatə edən Avropa İskit padşahlığı eramızdan əvvəl 2-ci yüzillikdə özünün ən müddətli dövrünü yaşayırdı. Qonşuluqda yerləşən bəzi ərazilər də İskitlərə tabe idi. Şərqi Avropa çöllərindən keçən ticarət yollarını onlar nəzarət edirdi. Lakin aramsız müharibələr İskit dövlətini zəiflətdi. İskitlərə son zərbəni isə German mənşəli Qot tayfaları vurdu. Avropada olan İskit dövləti süqut etdi. İskitlər sonralar Qaradənizin şimal hissələrini ələ keçirən Türk tayfası olan Hunlarla qaynayıb qarışıb adlarını itirdilər. İskitlərin ordusu şəkillərə baxanda daha çox ox görürsünüz. Görürsünüz, hətta burada qadınlar var döyüşən, atın üstündə vuruşan insanlar var. İskit ordusunun əsasını ox və yayla silahlanmış yüngül süvarilər təşkil edirdi. Yəhərin ixtira edilməsi və at üzərində ox atma bacarığı İskitlərə düşmənlər üzərində böyük üstünlük qazandırmışdı. Bu xalqın hər bir üzvü döyüşçü idi. Şəhər və qalaların olmaması İskitləri daim hər cür hücumlara hazır olmağa vadar edirdi. Ordu sistemi də çöl həyatına uyğun idi. Döyüşlərdə kişilərlə yanaşı qadınlar da vuruşurdu. İskitlər at üstündə ox atmaqda çox mahir idilər. Buna görə də çox vaxt uzaq məsafədən döyüşə üstünlük verirdilər. Oxları 500-800 metr arası məsafəyə uçur, metaldan hazırlanan üçgünc ox ucluqları isə istənilən zirəhi dəlib keçirdi. Qılınc, mizraq, balta və kəmətlə də silahlanan İskitlər müxtəlif döyüş taktikalarından istifadə edirdilər. Bunlardan biri Turan taktikası idi, digəri isə yandırılmış torpaq taktikası. İskit kurqanlarından müxtəlif silahlar, ox ucluqları və at skeletləri də tapılmışdı. Təsərrüfat həyatı ilə bağlı, ümumiyyətlə Çindən Dunay çayına qədər geniş ərazilərə köç etmişdilər. Maldarlıqla yanaşı əkinçiliklə də məşğul idilər. Hətta Yunanlara taxıl məhsulları satırdılar. Zərgərlik məlumatları istehsal edirdilər. Onların 4 və ya 6 təkərli arabaları var idi. Öküzlərin, atların üstündə qurulmuşdu. Hətta evlərinə baxın. Evləri də arabaların üstündə qurulurdu ki, rahat köçə bilsinlər. At onlarda mühüm rol oynayırdı. At əti yeyir, at südü içir. Hətta qurudulmuş süddən qurut adlı qida hazırlayırdılar. Belə deyək, Herodot deyirdi ki, onların bir yeməyi var, süddən hazırlanır, amma daş kimidir. Bu mənbə göstərir ki, onlar qurutdan istifadə edirdilər. Mədəniyyətlə bağlı zəngin mədəni irs qoymuşdular. Əşyaların istehsalında zoomorf fiqurlara, yəni heyvan təsvirlərinə üstünlük verirdilər. Herodotun yazdığına görə İskitlər baş tanrılarını Baba adlandırırdılar. Axirət dünyasına inam güclü idi. Hətta tayfa başçılarını mumyalayırdılar. Onların üzərində kurqanlar ucaldırdılar. Bundan əvvəlki dərsdə o kurqanlardan danışmışdıq. Sak tayfaları haqqında danışaq. Mərkəzi Asiyada İskitlər daha çox Sak adı ilə tanınırdılar. Əhəməni hökmdarlarının yazılı kitabələrində onlar haqqında maraqlı məlumatlar var. Eramızdan əvvəl 6-cı yüzilin sonlarında 1-ci Dara Mərkəzi Asiyaya yürüş edərkən buradakı İskit sakların ciddi müqaviməti ilə üzləşmişdi. Sayca üstün olan Əhəməni ordusu İskit sakları üstələsə də tam qələbə qazana bilməmişdilər. Sak ordusu geri çəkilərək 1-ci Daranın qoşunlarını səhralığa doğru aparmışdı. Baxın, bu şəkildə də o var. Bu mənbəni oxuyaq. Sadə sak çobanı Sirak hilə işlədərək özünü saklardan qaçmış kimi göstərirdi. 1-ci Daranın etibarını qazanır, bələdçi adı ilə düşmən ordusunu səhranın dərinliyinə aparır. Bu hilənin üstüaçısı da artıq gec idi. Sirak əsas məqsədinə nail olmuşdu. Özünü qurban versə də öz doğma yurdunu xilas etmişdi. Eramızdan əvvəl 4-cü yüzilin sonlarına doğru Mərkəzi Asiya Makedoniyalı İskəndərin yürüşünə məruz qalmışdı. Bilirsiniz ki, o Mərkəzi Asiyanı tabe etmişdi.
Ayrıca bunu keçəcəyik. Sak sərkərdəsi Spitamin işğalçılarla döyüşə girmiş və qəhrəmancasına həlak olmuşdu. İskəndər Mərkəzi Asiyanın bir hissəsini özünə tabe edə bilmişdi. Lakin ölümündən sonra onun qurduğu imperiya parçalanmışdı. İskəndər öləndən sonra varisi olmadığına görə İskəndərin imperiyası sərkərdələr arasında bölünmüşdü. Bundan əvvəlki dərslərdə keçmişik. Hətta onun ərazilərindən bir hissəsində Selevk adlı sərkərdə dövlət yaratmışdı. Selevkilər zəifləyəndən sonra isə eramızdan əvvəl 247-ci ildə Parfiya dövləti yaranmışdı. Yəni 3-cü əsrdə Mərkəzi Asiyanın bir hissəsi Parfiyanın tərkibinə daxil olmuşdu. Və Makedoniyalı İskəndər burada olduğuna görə Mərkəzi Asiyada da Ellin mədəniyyəti mövcud idi. Ümid edirəm ki, dərsi tam anlaya bildiniz. Növbəti dərslərində izahını görmək istəyirsinizsə, kanala abunə olun, kanalı paylaşın ki, bütün uşaqlar bundan yararlana bilsin. Növbəti dərslərdə görüşərik.